Akıl Bakdadı kanalında sizə haqq gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam mənim əzizlərim, igid oğullarım, gül qızlarım. Yaxın əyləşin. Bugün Kövsər bacınız sizə nağıl boğçasından gözəl bir nağıl seçib. Bu gecənin hekayəsi Xeyirli qonaqlar. Payız gəlmişdi. Yağışlı günlərdən biri idi. Hava biraz soyumuşdu. Külək saralmış yarpaqları tərpədir, meşə sanki pıçıltı ilə danışırdı. Bayquş xanım kiçik sobasının üstünə bir çaydan su qoyub qaynamasını gözləyirdi. Ətrafına boylandı. Başını qatmaq üçün bir iş axtarırdı. Amma ev tərtəmiz idi. Görməyə bir iş yox idi. Bayquş xanım bu dəfə də kitab rəfinə baxdı. Amma orada da oxumadığı kitab qalmamışdı. Birdən ürəyi sıxıldı. Darıxmağa başladı. Dərindən köks ötürüb öz-özünə dedi. Kaş indi kimsə olardı. Bir fincan çayı bir yerdə içərdik. Söhbət edərdik. Elə bu zaman qapı döyüldü. Bayquş xanım sevincək halda qapını açdı. Gördü ki, balaca kirpi qapının ağzında dayanıb. Başdan ayağa su içindədir. Kirpi dedi. Salam, Bayquş xanım. Evə gedirdim, amma yağışa düşdüm. İcazə verərsiniz biraz burada qızınım? Bayquş xanım gülümsədi. Əlbəttə, gəl içəri, gəl üst başını qurulayaq. Mən də indi çay dəmləyirdim. Birlikdə çay içərik, sən də isinərsən. Kirpi sevinc içində evə daxil oldu. Keçib sobanın yanında əyləşdi. Ətrafına göz gəzdirdi. Evin səliqə səhmanı onu valeh etdi. Biraz keçməmiş, yenə qapının səsi eşidildi. Bu dəfə gələn qoca tısbağa idi. Tısbağa dedi. Bazara gedirdim. Birdən yağış çoxaldı. Nə irəli gedə bildim, nə geriyə qayıda bildim. Olar biraz burada qızınım. Bayquş xanımın sevincinin həddi-hüdudu yox idi. Buyurun, gəlin, Tısbağa xanım. Üçü birlikdə sobanın yanında oturdular. Bayquş xanım çay süzmək istəyirdi ki, qapı yenə döyüldü. Bayquş xanım gülə-gülə dedi. Yenə qonaq? Görəsən bu dəfə kimdir? Qapını açdı. Gələn qara qarğa idi. İslanmışdı. Soyuqdan tir-tir titrəyirdi. Qarğa nəsə demək istəyirdi ki, Bayquş xanım onun sözünü kəsib tez onu içəri dəvət etdi. Buyur, gəl içəri. Qarğa titrək səsi ilə təşəkkür edib içəri keçdi. Bayquş xanım çay süzdü. Bir boşqab şirniyyat gətirdi. Biraz yağışdan, biraz ev işlərindən, biraz da kitablardan danışdılar. Amma əsla başqa birinin söhbətini danışıb qeybət etmədilər. Çünki hamısı bunun haram olduğunu bilirdi. Aralarında elə gözəl ünsiyyət yarandı ki, dördünün də üzü gülürdü. Birazdan kirpi dedi. Nə yaxşı ki, bugün evdən çıxdım. Nə yaxşı ki, yağışa düşdüm. Sizin kimi gözəl dostlar tapdım. Mən həmişə tək olanda darıxırdım. Amma indi o qədər sevincliyəm ki, deməyə söz tapmıram. Tısbağa da gülümsədi.
Mən də çoxdandır kiminləsə belə gözəl söhbət etməmişdim. Adətən öz qabığıma çəkilib fikrə gedirdim. Bayquş xanım dedi: Görürsünüzmü necə maraqlıdır? Hər birimiz bugün tənha idik. Amma yağış bizi bir araya gətirdi. Hamı birlikdə çay içdi, şirniyyat yedi, söhbət etdi. Yağış dayananda heç biri getmək istəmirdi. Bayquş xanım dedi: Gəlin belə bir qərar verək. Hər həftə bizim evdə toplaşaq. Tısbağa dedi: Mən razı. Amma hərəmiz bir şey gətirək ki, Bayquş xanıma əziyyət olmasın. Mən şirniyyat gətirəcəm. Kirpi dedi: Mən alma gətirərəm. Qarğa dedi: Mən də çərəz gətirərəm. Beləcə vədələşib ayrıldılar. Hərə öz evinə yollandı. Meşəyə yavaş-yavaş qaranlıq çökürdü. Yağışdan sonra yaranan gözəl qoxu ətrafa yayılırdı. Bayquş xanım pəncərədən meşəyə baxır, onu tənhalıqdan qurtaran Allaha şükür edirdi. Bəli, əziz balalar, təklik bəzən insana sakitlik bəxş edər. Amma yaxşı dostlarla halal ünsiyyət qəlbi nurlandırar, ürəyi şad edər. Yetər ki, sözün halal, niyyətin təmiz olsun. O zaman dostluqlar da möhkəm olar. Əziz balalar, bu nağılımızı da bəyəndinizsə, o zaman şəkil çəkib bizə göndərməyi unutmayın.